İdmanla təhsil arasında seçim. İdmançıların böyük problemi. Azərbaycanın idman zallarında məşqçilər gəncləri illərlə hazırlayır, çempionlar yetişdirməyə çalışır. Amma nə baş verir? İdmançılar 8-ci, 9-cu sinifə çatanda idmanı buraxır. Bu təkcə onların yox, məşqçilərin illərlə çəkdiyi zəhmətin boşa çıxması deməkdir. Bu sistem məşqçiləri ruhdan salır, idmançıların xəyalını öldürür, valideynləri isə çarəsiz qoyur. İki suala cavab tapmalıyıq. Niyə təhsil sistemi idmançıların həm idmanda, həm də təhsildə uğur qazanmasına şərait yaratmır? Niyə idmanla məşğul olan uşaqlar idmanda öz gələcəyinə inanmır? Təhsil sistemimizin əsas boşluğu idmançı şagirdlərin ehtiyaclarını nəzərə almamasıdır. Məktəbdə dərs saatları həddindən artıq çoxdur, amma nəticə verir? Xeyr. Uşaqlar kurslara, repetitor yanına getməyə məcbur olurlar. Bu da onların məşqlərə vaxt ayıra bilməmələrinə səbəb olur. Valideynlər də təhsil vacibdir deyib, uşaqlarını idmandan uzaqlaşdırırlar. Beləliklə, məşqçilər illərlə verdiyi əməyi itirir. İdmançılar siniflərində də çətinliklərlə üzləşirlər. Məktəb müəllimləri idmançı şagirdləri başa düşmək yerinə onları bəzən qınayır, hətta idmanla məşğul olmalarını tənqid edirlər. Onlar idmançı şagirdlərin dərslərə az vaxt ayırmasından şikayətlənirlər. Düşünürlər ki, idman yalnız vaxt itkisidir və təhsil daha vacibdir. Amma bu, problemin kökünü anlamamaq deməkdir. Yazıq şagird idmançılar da təhsil və idman arasında balans yaratmağa çalışır. Məktəbdən dəstək görməyə əvəzinə isə təzyiq görürlər. Bu münasibət də şagird idmançıları ruhdan salır və onları təhsillə idman arasında seçim etməyə məcbur edir. Suallar yaranır. Niyə məktəb müəllimləri şagird idmançıları dəstəkləmək əvəzinə onları çətin vəziyyətdə qoyur? Niyə idmanla təhsil arasında körpü qurmaq əvəzinə daha da uçuruma aparırıq? Bu problemin həllində Elm və Təhsil Nazirliyi əsas rol oynamalıdır. Gənc idmançılar üçün xüsusi proqramlar hazırlanmalı, məşqçilərin əziyyətləri dəstəklənməlidir. Nə etmək olar? Təhsil sistemində idmançı şagirdlər üçün xüsusi dərs cədvəlləri hazırlanmalıdır. Bu cədvəllər həm təhsil, həm idman üçün balans yaradacaq. Elm və Təhsil Nazirliyi ən azından buraxılış imtahanları fənlərindən milli komandanın idmançıları üçün müəllimlər təyin etməlidir. Bu müəllimlər idmançıların yanına gedərək və ya distant qaydada dərs keçməlidir. İdmançılar məşq zallarında böyük xəyallarla başlayır. Amma bu sistem onları ortada qoyur. Təhsil onlardan vaxt tələb edir, idmanda isə perspektiv görmürlər. Hər il bəlkə də yüzlərlə idmançı bu səbəbdən idmanı buraxır. Bu təkcə onların yox, həm də Azərbaycan idmanının böyük itkisi deməkdir. Niyə məktəbdə şagird idmançılara xüsusi cədvəllər təklif edilmir? Niyə idmançı şagirdlərin həm təhsildə, həm idmanda balans yaratması üçün sistem dəyişdirilmir? Niyə uşaqlar repetitor yanına getmələri üçün idmanı buraxmalıdır? Bu suallara cavab yoxdur. Təhsil sistemi sadəcə təkrarlanan dərslər və repetitor məcburiyyəti ilə gənc idmançıların karyerasını məhv edir. Əziz idmançılar, amma siz bilin ki, idman sadəcə hobbi deyil, eyni zamanda uğurlu bir karyera yoludur. Əgər təhsilinizi idmanla paralel aparmaq istəyirsinizsə, bu mümkündür. Məsələn, Azərbaycan İdman Akademiyası idmançılar üçün əla imkanlar yaradır. Başa düşüləndir ki, idmançılar məşqlərdə, praktikada daha çox vaxt keçirdirlər. Məhz o səbəbdən İdman Akademiyasının balları daha aşağıdır. Siz burada aşağı qəbul balları ilə təhsil ala bilərsiniz. Məşqçilikdən tutmuş, fiziki tərbiyə müəllimliyinə qədər ixtisas seçimi edərək gələcəyinizi qura bilərsiniz. Məşqçilərin çəkdiyi əziyyət və zəhmət boşa çıxmamalıdır. Elm və Təhsil Nazirliyi. Bilin ki, bu təkcə idmançılar üçün deyil, bütün Azərbaycan idman ictimaiyyəti üçün vacib bir məsələdir.